Evet değerli Müslümanlar, Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Bugün inşallah sizlerle tekrar bir daha Allah Subhanahu Teala'nın kelamı olan Kur'an-ı Kerim'in tefsiri Tegabun suresinin inşallah ki sonuncu ayetlerine geldik. Ve onu çatırmaq birinci istəyirəm ki, müqəddimə olaraq bu məsələ ilə bağlı. Allah hamd olsun ki, Allah Subhanahu bizlərə Allah'ın kelamını insanlara zikr etmeyi Rabbim nasip etmiştir. Ve biz bu tefsir derslerinde çalıştığımız kadarıyla insanların bizi anlaması için, bizi fəhmetmesi için ayələri anlatmaya çalışırıq. Yani bu derste biz kelam, bəlağət, elmi cümlələr qurmağa çalışmırıq. Yani burada meydan o meydan değil yani. Burada meydan məqsədimiz odur ki, Allah'ın kelamını herkesin anlayabileceği bir şekilde, fəhmedip hayatında yaşayabileceği şekilde ve ayetleri de çalıştığımız kadarıyla gündeme uygun, yani yaşayış tərzimize gündelik olarak anlatmaya çalışırıq. Yani burada ne Arap dilinin belə deyim ki, özel bəlağəti və yaxud da ki, fəsahəti ilə önəm versək də bəzən, amma əsas məqsədimiz elmi olaraq məsələlərin açıqlanması deyildir. Əsas məqsədimiz Allah'ın kəlamının oxunub yaşanması üçündür. Bu da elhamdülillah biz də gücümüz yetən qədər çalışırıq ki, sizin anlayabiləcəyiniz tərzdə sizə məsələləri anlataq. Bu özü də elhamdülillah böyük bir nemətdir ki, Kur'an'ın kölgəsində ve Allah'ın indirdiği bir kitabın bizden istediği nedir ve biz necə biz hayat yaşamalıyıq. Yani bazen insan Kur'an-ı Kerim'i ezberleyir ama hiçbir şekilde o meseleleri hayatında yaşayabilmir, mana olarak dərk edebilmir. Biz istirik ki, ayetler her bir ayeti bir Müslüman öz hayatında güncel olarak nedir, en azından nedir, yaşayabilsin. Ve bu sebepten de bazen elmi cümlelerden daha çok örfümüze uygun olarak günlük danışıq tərzində danışırıq ki, hitap çünkü yani nedir, milletimizədir, xalqımızadır ki, Kur'an-ı Kerim'i anlasınlar. Çünkü xalqımız özünü Kur'an'a nispət edən, İslam'a nispət edən, Peyğəmbərə nispət edən bir xalq olduğu için, yani biz Hristiyan bir ülkəsində yaşamırıq ki, burada duraq, müəyyən məsələləri zikr edək. Yani veya başka ateist bir ülkəsində yaşamırıq, müəyyən məsələləri zikr edək. Biz burada kendisini İslam'a nispət edən, hayatlarında İslam'dan bazı meseleler olmasına rağmen ama həqiqi olarak Allah'ın indirdiği İslam'la aralarında büyük bir çelişki olduğu, ziddiyet olduğu bir toplum içerisindeyiz. Yani sen bugün gelip topluma qeyri-İslami bir muamele eləsən ki, sen Müslüman değilsen, herkesin ağrına gelir. Yani bugün buna göre toplumla biz karşılaştığımız zaman onlara qeyri-İslami hükümler verdiğimiz zaman siz Müslüman değilsiniz deyəndə xoşlarına gəlmir. Təbii ki, xoşlarına gəlməz, heç kim xoşuna gəlməz. Çünki niyə? İnsan özünə müsəlman deyir, Allah'a inandığını deyir, Peyğəmbərə inandığını deyir, Kur'an'a inandığını deyir. Nə qədər də Kur'anla yaşamasa, nə qədər də İslamla həyatı bağdaşmasa da, amma özünü İslam'a nisbət edir. Və biz də bu yüzden çalışmalıyıq ki, onlara öz dilləri ilə, axı sən müsəlman deyilsənmi? Peki müsəlman bunu eləyərmi? Peki müsəlmansansa sənin kitabın Kur'an'dır. Müslümansansa senin kitabın Kur'an ve Allah Resulü'nün getirmiş olduğu sünnettir. Senin bu yaşayış tərzine gel Kur'an'la baxaq. Madem özünə Müslüman deyilsən, necə ki mən özümə Müslüman deyirəm, necə ki biz dəvətimizdə öz Müslümanlar ibadət əhli arasında nə deyirik? Eğer aramızda bir anlaşılmazlık baş vererse ne diyor Allah Subhanahu? Ya eyyühellezine amenu ati'ullah ve ati'ur Rasul ve ulul emri minkum fe in tenaza'tum fi şey'in ferudduhu ila Allah ve Rasul. Doğru mu? Ey iman edinler, Allah'a ve Resulüne itaat edin. Aranızdan olan emir sahiplerine, rehberlere, alimlere itaat edin. Onlara kulak asın. Ve aranızda bir meselede ihtilaf, anlaşılmazlık, tartışma, çekişme olarsa onu Allah'ın kitabına, Peygamber sallallahu aleyhi ve sellem'in sünnetine götür. İn kuntum tu'minune billahi vel yevmil ahir. Eğer siz hakikaten de Allah'a iman edirsinizse, eğer hakikaten de Allah'ın varlığına, Allah'ın birliğine, Allah'a ibadette şerik koşulmadığına, onun tek bir ilah olduğuna, tek bir mabud olduğuna eğer hakikaten de inanırsınızsa
O zaman aranızdaki olan bütün meseleleri sen haklısın, ben haksızım, ben doğruyum, sen doğru değilsen, sen batilsen, ben hak yoldayım demeyi bırakın. Onun bu meseleni siz Allah'a ve onun Resulüne götürün. Orada kimin doğru olduğu açık bir şekilde ortaya çıkacaktır. Ve buna göre de Peygamber Aleyhisselatü Vesselam'a Allah SWT yeni Nisa suresinin 65. ayetini indirerek فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ ف۪ي مَا شَجَرَ بَيْنَهُمْ. Rabbine and olsun ki, yemin olsun ki, ey Muhammed sen Rabbine and olsun ki, onlar aralarında baş verecek bütün meselelerde seni hakem tayin etmezlerse, yani senin şeriatine, Kur'an'a, sünnete başvurmadığı sürece onlar iman etmiş olmazlar. Buna göre yani biz insanlara çalışmalıyız ki biraz tenezzül edelim. Onların böyle diyeyim ki anlayacağı bir dilde, onlarla güzel bir terzde ve insanlara وَقُولُ لِلنَّاسِ حُسْنَ insanlara güzel bir muamele etmek lazımdır. İnsanlarla yani güzel bir davranışla davranmak lazımdır. Bir günleri Haccac Yusuf Es-Sakafi zalim olan birisinin karşısına tabinlerden ve bazıları değil ki sahabenin evlatlarından birisi nasihat elemeye gelir. Nasihat elemeye giderken ona sert bir nasihate bulunur. Sert bir nasihate bulunur. Ve ona Haccac deyir ki Eterani məni sən demir, estağfurullah. Böyle Haccac deyir ki ona Firavun mu daha kafirdir yoksa mən mi? Yani indek senin yanında. Yani sana göre tabii Firavun kafirdir. Bana göre kafirdir. İnsan halihazırda bana da kafir değilsen. Tamam mı? Peki Firavun mu kafirdir? Daha kafirdir, zalimdir. Yoksa ben mi daha kafir ve daha zalimim? Deyir ki taban Firavundur. Ekber min senden daha kafirdir. Vesaire. Deyir, yaxşı sual verirəm. Sen mi daha üstünsen yoksa Musa Aleyhisselam üstündür? Deyir taban Musa Aleyhisselam daha üstündür. Məndən daha üstündür. Deyir Allah Subhanahu Teala məndən daha zaliminin yanına, daha kafir birinin yanına, senden daha üstün birini göndererken ve dedi ki Firavun'a kul ve kul lehu kavlen leyyine. Ona git güzel danış, yumuşak söz değil. Leallehu olur ki hatırlar da ve Allah'tan korkar. Bak fikir ver. Allah diyor senden daha üstününü Musa Aleyhisselam'ı menden daha zaliminin yanına göndererken dedi ki ona kul kavlen leyyine. Onunla get yumuşak danış. Ona güzel nasihat ile. Ona belagatlı söz denen, ona tesir edici sözler denen. Umulur da Allah'tan korkar. Hatırlayar da korkar. Bunun için bakın Allah'ın kitabını biz bugün insanlara ulaştırırken biz bu tavrı yani böyle diyeyim, almalıyıq. Bu davranışı, bu danışığı hiçbir zaman unutmamalıyıq. Bu asla ve asla dinde tavuz vermək, bunun bəraətlə, velayətlə əlaqəsi yoxdur. Bəraət başqa bir şeydir, velayət başqa bir şeydir. Yani sərt davranmaq tamamilə başqa bir şeydir. Allah Subhanahu bunu artıq kimlər üçün deyir? Cahidil kuffara vel munafiqina vaghluz aleyhim deyir. Allah Subhanahu deyir, kafirlərlə və münafiqlərlə savaş və onlara çox sərt davran. Yəni yaxşı biz başa düşdük ki, kafirə sərt davranaq. Bəs münafiqə necə davranır? Münafiq zahirən müsəlmandır axı. Buradan baxın vaghluz aleyhim yəni onlara bəlağətli söz deyir. Onlara təsir edici söz deyir. Yəni hər bir deyir kullu makam her bir makamda lehu ne var onun? Makal vardır. Her bir makamda değilecek söz vardır. Her söz her yerde değilmez. Her hak her yerde değilmez. Sen haklı olabilirsin. Sen doğru ol ama o orada değilmez. Bunun için kardeşler bizler de bu kitabı, bu Kur'an'ı, bu tefsiri, bu açıklamaları, bu beyanı ederken bu meselelere önem gösterir ki toplumumuz meseleleri anlasın. Yani hep beraber Allah'a güzel bir şekilde kulluk edelim, ibadet edelim. Allah'ın muradını anlamaya. Kur'an-ı Kerim'in esas məqsədi Allah'ın kitabını anlamaktır. Ve sonra ise onunla amel etmektir. Ve amel etmeyin başında lisanu hal gelir. Yani danışan dil. Deyərkən nə göstərir? Organlarımız. Yani bugün bu toplum senden bir sözü dinləməmişdən qabaq sənin əxlaqına baxır.
səni dürüstlüyür. Sən iş yerində işləyirsən. İslamdan bahsedirsən. Ağzında Kur'an sözü mü, Kur'an ayeti mi, hadisler mi, güzel kelamlar mı, salihlerin sözleri mi var? Yoksa ağzında küçe sözleri mi var? Cahiliye sözleri mi var? Geçmişten kalan əxlaqında olan sözler mi? Ne var senin əxlaqında? Ben müminəm, ben müsəlmanam, sen bunların hamısını zikr edə bilərsən. Ama o senin əxlaqında yoktursa, senin imanın orada hiçbir təsir eləməyəcək. Ne diyecek? Senin eğer anlattığın İslam karşı tərəfə təsir eləməyini istəyirsənsə, ilk öncə özün yaşan və o da sadəcə ki, əgər anlattığın İslam sənin dediğin kimi olsa, birinci sana təsir eləyir. Yəni sən orada deməli deyilsən ki, sən mənə baxma, Allah Rasuluna bax. Sən İslamı çatdıran bilsən. Sən bu günlər hər bir müsəlman haliyle bir dəvətçidir. Haliyle bir dəvətçidir. Haliyle İslamı anlatan birisidir. Ticarətində maşenlik yeməməlidirlər. Aldatmamalısan. Südə su qatmamalısan. Silviçini yağ deyib marqanın yağı istifadə eləməməlisən. Almaniyadan gələn yağdır deyib maşın motoruna Kitaydan gələn yağ tökməməlisən. Zapsast orijinal değil, orijinal olarak göstermeye çalışmamalısan. Mebel tahtası saxtadır, içi başka dışı başkadır. Markasını allanmamalısan, keyfiyetini insanlara söylemesen. Ətir satarken demelisən ki bunlar orijinal, yani hamısı zaten sintetiktir. Yani hiçbirisi çiçekten dərilmə değil. Yani 20 qəpiyə orijinal 20 qəpiyə orijinal ətir yoktur. Yani 50 qəpiyə orijinal ətir yoktur yani. Yani bir Müslüman bütün davranışlarında bu şeylere Müslüman özel göstermelidir. Et satırsan, Bərdədən, Tərtərdən getirməmişsən, yalandan deyirsən ki oradan gelip, Şambaqıdan gelip deyirsən budur. Qubadan gelip deyirsən falan şeydir. Veya bazarda yetişir. Kənd toyuğu satırsan, adı kənd toyuğu diyor, sonra oradan yetişen kənd toyuqlarındandır. Bunu başka cürə satırsan. Yani bütün meselelerde kardeş, Müslüman Allah'tan korkmalıdır. Vettekullah haytüme kunt. Harada olursansa ol, hangi makamda olursansa ol, Allah'tan kork, doğrunu söyle. Yani bu doğrunu söylemek senin için daha hayırlıdır. Doğrunu söylemek senin için değil, en gizlilik, biclik nedir? Doğruluktur deyir. Anamın Allah İslam hidayet eləsin, həmişə bana bunu deyirdi. Abala deyir, en doğru biclik, gizlik doğru olmaktır deyir. Doğrudur deyir. Yalan niye danışırsan ki? Bir kere yalan danış. Danışma, doğrunu danış. Koy sana söysünler, koy sana dövsünler. Ama doğru ol. Yalan danışmağın hiçbir anlamı yoktur. Çünkü Müslüman Resulullah sallallahu aleyhi ve sellem bu hadisini unutmamalıdır ki Allah Resulüne dedi, Müslüman yalan danışmaz. Elhamdülillah. Bir Müslüman bunu hayatından hiçbir zaman çıkarmamalıdır. 5 manat dünya menfaati için dinini satmayacaq. Və bu səbəbdən də Allah Subhanahu taala biz keçən həftə bu ayətdə gəldik qaldıq ki Allah Subhanahu ya eyyuhellezine amanu inne min azvajikum ve evladikum aduwwan lakum fahdaruhu eyman edenler zövcələriniz ve evlatlarınızdan size düşman olanlar var ki onlardan sakının. Ve sonra Allah Subhanahu ve Teala bunun arkasınca, yani biz zövcələrə dönən açadıq. İnnemâ emvâlukum dedi. Mallarımız ve evlatlarımız size imtihan karşılığında verilmiştir. Ve sonra ise Allah Subhanahu Teala hem zövcələrimize hem evlatlarımızdan dolayı günaha girersek, hataya girersek onları ne demek lazımdır? Eğer zövcə bizi Allah yolundan saptırıbsa, eğer evlatlar bizi Allah yolundan saptırıbsa, onlar bizi Allah'tan alıp koyupsa ne demeliyiz? Onları asmalıyıq. Yok. Kəsməliyik. Bu da yok. Bunu da istemiyor. Allah Subhanahu Teala deyir ki onları affedin deyir. Onları bağışlayın. Onlarla yumuşak davranın. Yani sen bugün senin zövcən seni dindən, seni İslamdan soyutmuşsa Allah deyir sen onları ne edeceksin? Bağışlayın. İslah edin ve tekfir onları affedin ve aranızı düzeldin. Çünkü Allah bağışlayandır ve rahmet edindir. Yani sen bugün gedib nəfsin ve uyub Allah'ın emrine tabi olmamışsan, fitneye uymuşsan, evladımı ve ailevi Allah'la araba koymuşsan, sonra gidip onlardan intikam alma gelin. Sen əslində hansı tavrı sərgiləməlisən? İslah tavrını sərgiləməlisən. Mərhəmət tavrını sərgiləməlisən.
Kıyamet gününde deyir, Peygamber sallallahu aleyhi ve sellem'den gelen İbn Abbas'ın hadisidir. Deyir, kıyamet gününde insanlar Allah subhanahu huzuruna toplanırken Allah deyir, meleklerin Allah subhanahu deyir çağıracak ki, beyaz bir çağrıcı çağıracak ki, yine çağıracak ki, filan affedenler ve bağışlayanlar hardadır. Deyir, herkes onda diyecek ki, keşke biz de dünyada affedip bağışlayanlardan olsaydık. Keşke bu yol tutsaydık diyecekler. Yani intikam almak güzel bir şey, yani haktır ama güzel değil. İntikam almak hakkındır ama güzel bir şeydir. Her hakkı olan şeyi talep etmek güzel değil yani. Bunun için Allah subhanahu bize deyir ki, yani ben zaten size demişim ki, sizin mallarınız ve evlatlarınız size imtihan üçündür. Ben onları size imtihan olarak vermişim. Onlarla sebep mənə karşı gelmeyin. Dikkatli olun. Onlar için çalışmayın. Dünən mən akşam yine biz zikir məclisini elədim ki, biz gelin Ömer bin Abdülaziz'in əxlaqınla əxlaqlanaq ki, xəstə yatağındayken İbn Teymiyyə Allah rahmet eylesin Şerh-i Siyaset-i Şer'iyye kitabında bu meseleleri güzel bir şekilde zikrederek diyor ki, o ölüm yatağındaydı. İnsanlar geldiler, dediler ki fakirleştin. Evlatlarına ne bırakırsan sen? Yani sen kasıblamısan, sen indi ölürsen, halifeydin, adiliydin, büyük imkanlara sahibiydin ve sen bu günleri neyinemisən? Evlatlarına ne bırakırsan? Deyir, evlatlarımı çağırın. Deyir, evlatlarını otağa çağırırlar. 10 tane evladı otağa içeri girir. 10 tane. Üzerlerinde deyir ravi, nimdaş geyinler var idi. Nimdaş yani elə də bahalı geyinler yok idi. Normal, sade, sıradan geyinler var idi deyir. Deyir, Ömer bin Abdülaziz onlara baktı, körəldi ve ağladı deyir. Ve onlara, etrafında olanlara dedi ki, ben bunlara doğrudur, hiçbir şey bırakmamışam. Yani ben ne bıraktımsa bunlara salih emel işlemeleri için onlara yol bıraktım. Kur'an sünnete tabi olsunlar, salihlerden olsunlar, Allah'tan korkanlardan olsunlar. Çünkü deyir, Kur'an-ı Kerim'de Allah subhanahu evlatlarına deyir, ey evlatlarım, ben sizi deyir salih olarak gördüm ve sizlere iman ve İslam bıraktım, İslam əxlaqını bıraktım. Eğer siz salih olarsınızsa Allah yetevelle salihin. Allah salihleri öz üzerine alır. Allah onları koruyacak, Allah onları saklayacak, Allah onları müdafiə edecek, Allah onları rızıklandıracak. Yani Allah məndən sonra onların sahibi olan Allah olacak. Benim verdiğim dünya malı onları o kadar da koruyamayacak. Ve sonra deyir ki, ey evlatlarım, eğer siz salihlerden olarsınızsa gəm yemeyin, Allah sizinle beraberdir. Eğer yok salih yok talih olarsınızsa o zaman size ben Allah'a asi olacak pul bırakabilmərəm, var bırakabilmərəm deyir. Sen salihlerden ol deyir oğlum. Ve onu rivayet eden ravi deyir ki, vallahi ben sonradan deyir takip elədim deyir. Murakabe elədim, takip elədim deyir. Ölenden sonra onların uşaqları deyir, Allah subhanahu onlara deyir, küçük ticarətlərlə özləri çalıştılar. Böyük imkanlar əldə elədilər. Allah yolunda deyir, savaşa bəzən 100 dəvə 100 at verirdilər. Hemen o hiç ne olmayan o kasıb fakir evlatlar. Ve deyir, ailesine ve evladına çalışan, onlar için çalışan, onların geleceği için çalışan, işte evladımın gelecekte evi olsun, maşını olsun, atam bana ev eşik edinmedi. Bugün değil insanlar. Kardeş, atam anam bana ev vermeyip, atam anam bana ev pul bırakmayıp, hiç olmasa koy ben öz evlatlarıma miras bırakım, ev bırakım, eşik bırakım. Ki diyen valiler var idi, emirler var idi ki onların evlatları deyir, mescitlerin kapısında el asıp dilencilik edirdiler. İmkanlı olan valilerin evlatları ki ona pul bırakılmıştı, var bırakılmıştı, kızıllar, altınlar bırakılmıştı. Onlar mescit kapısında dilenci oldu. Bugün bir Müslüman delədir. Allah'ı ve dinini, İslam'ını, şeriatını bir kenara bırakarak evladının geleceği için çalışır. Zövcəsinin geleceği. Halbuki sen ölsen, zövcən 4 ay 10 gündən sonra
səni bırakıp sen ona bıraktığın malın, evladın da varsa 8'de birini alır. Zövcən, bugün çok sevdiğin zövcən, senin bırakmış olduğun malın, mülkün, ne kadar mal, mülk bırakmışsansa, senin o, belə deyim ki, gözümün üstünde gezdirdiğin, başımın tacı elediğin ve o sonun sebebiyle Allah'a asi olduğun zövcən, eşin, hanımın, senin 4 ay 10 gündən sonra malının 3'te birini alır, 8'de birini alır, özüne güzel bir hayat kurur ve özüne güzel bir eş aktarma imkanına sahiptir ve sen kalırsan offside'de. Anlatabildim mi? Ve senin evladın, sen ölen gürüsünün sabahsı, senin bırakmış olduğun malın oğlandırsa 3'te 2'sine, kızdırsa 3'te 1'ine sahip olur. Ve bir de İslami hayatı olduğu için sana hiç adına 3, 7 de vermir. Bugünkü uşaqlarımızın canımından da kurtarıbdır. Yani sağ qaradaş da koymayacaklar. Yani o pulun heç sənin başına qaradaş koyulmasına da səbəb olmayacaq yəni. Beton da tökülməsinə, ətrafının belə özü istəyirəm setkalanması, sənə ehsan verilməsi, 3 adnalar, 40, 52, 62, nələr, heç bunlar da olmayacaq. Quru torpağa evladın səni 16 metr kəfənlə gətirib orada sənə atacaq. İlk torpağı da sənə və o evladın atacaq. Ha? Sən onun üçün Allah'a qarşı gəldiyin evladın var. Ha? İlk toprağı lapatka ilə, əli ilə sənin üstüvə o atacaq. Və ondan sonra da beton tökəcək ki, amandır, geri qayıdır, birdən gələ bıraxdığı pul geri alır. Heç geri qayıtmaması üçün əlindən gələn edəcəkdir. Bu sizin gerçek hayatınızdır. Anlatabildim mi? Kızınız elə olacaktır. Evladınız onun kimi. Zevcemiz onun kimi. Ve bunlar için indi sen de orada hesap göreceksin. Gel diyeceksin, gel. Ahmedim gel. Kiramen katibinin yazmış olduğu defter, kitap gelecektir. Ve ondan sonra nekir ve münker melekleri gelecekler. Ve senden soracaklar. Malını hardan alıp hara xərclədin, kimə xərclədin, necə qazandın mən? Qazandım, valla Əhmədə bıraxdım, Hamzaya bıraxdım. Onun başını bıraxayım, ona bıraxdım, biz ondan soruşacaq, sən ondan rahat olma. Hələ bir sən bunu hardan qazandın? Necə qazandın? Hansı zamanda vaxtını hara sərf elədin, Allah sağ zaman vermişdi. Deyir, əl-vaxtü kəsərin vaxtın var ki, Allah sağ zaman vermişdi. O zamanı kimin uğrunda xərclədin? Onun cavabını ver hələ. Deyir, el-mal verdim, o malı kimin yolunda sərf etdim, onun hesabını ver. Ey qulum deyəcəksən mən, onun hesabını verər bizə. Hardan alıb, hala xərclədin, onun hesabını verəcək. Sən, Allah, Rabbin kimdir? Kitabın nədir, dinin nədir, peyğəmbərin kimdir, səndən bunları soruşacaqlar. Hələ qəbir həyatında, hələ ahirətə getməmişdən onca, qəbir həyatında ya sənin cəhənnəmindir, ya cənnətindir. Hələ sən orada birinci sorğu sual olunacaqsa. Ve bu sebepten Allah subhanahu deyir ki, bak onlardan size düşman olanlar var. Onların, böyle diyeyim ki, size ben vermemin sebebi onlar size mal olarak, evlat olarak, zövcə olarak, onlar size hamısı imtihandır. Korkun, çekinin. Ama bunları diyerek de gidip onları ezmeyin. Gidip onlarla dalaşmayın, onlarla yumuşak davranıp onları Allah'a çağırın. Onları ıslah edin, onları qabağına koyun. Ey evladım, ey zövcəm, valla hayat ahiret hayatıdır. Allah'ın Resulüne Cebrail aleyhisselam geldi, ne dedi? Ey Muhammed, iş, yaşa, istediğin kadar öleceksin. Sev, istediğin kadar ayrılacaksın. İstediğin kadar istediğini sev, ayrılacaksın. Malını da, mülkünü de arkanda bırakacaksın ve gideceksin. Dediğim gibi, elə bir mal bırakacaksan ki, o sen ölenden sonra ancak sana kefen alınsa elhamdülillah alınacak. Alınmasa da bir şey bitti. Hala borcunun verilip verilməməsi sual altında olur. Borcun var idi, yok idi. Bəs o haramlara girmeyin. Bəs Allah'a karşı gelmeyin. Günahlar etmeyin. Aileve göre, zövcəvə göre. Ve bütün bunların hamısı işte Şeyh Allah rahmet eylesin, Şeyh Şanqiti ki bunlar deyir. Yani size düşman olsalar da siz neye seçməlisiniz? Af yolunu seçip ve onları nedir? İslah etmeyin yolunu fikirləşməlisiniz. Onlara birinci ahireti hatırlatmalısınız. Ona göre de ve Allah Subhanahu teala hemen bu ayetin arkasınca Allah Subhanahu teala Müslümanları zorlamadan der ki
Vettekullaha ma istata'tum ve gücünüz yeten kadar Allah'tan korkun. Gücünüz yeten kadar. Çalışın. Gücün neye yetirse o kadarına çalış. Çünkü Allah Subhanahu ve Teala ki burada Allah'ın hudutlarını deyir, beyan eləyərkən la yukellifullahu nefsen illa vus'aha. Allah kulun daşımadığı yükü ona yükləməz. Rabbena ve la tuhammilna ma la taqata lana bih. Ki bu ay vafu anna, ki ya Rabbi bizi bağışla, bizi affet, ki ya Rabbi bizim daşımayacağımız yükü bize yükləmə. Eğer bu günlər sənin hər hazırda hansı həyatı yaşayırsansa, demək ki sən o həyata mükəlləfsən. Tamam? Demək ki sən o həyatı yaşamağa imkanına sahibsən və demək ki sən o həyatı Allahın sənə belə deyim ki əmr etdikləri şeyləri bu həyatın içərisində qaldıra biləcək imkanlarına sahibsən. Ona görə Peyğəmbər Aleyhisselatü Vesselam deyir: "Mə əmərtukum bihi, mən sizə nəyi əmr etdimsə, fə'tu bihi, fə'tu minhum mə istata'tum." Mən sizə bundan nəyə gücünüz yetirsə onu yerinə getirin. Və mə nəheytukum anhu fectenibuhu, və sizdə də nədən sakındırdımsa ondan sakının, uzaq durun. Yəni bu genel qaydadır ki, biz Allah bizə nəyə əmr etdiysə, Peyğəmbər nəyə əmr etdiysə onu yerinə yetirmək və nədən də bizi qadağan etdiysə ondan bizim nədir? Uzaq durmamız gerekir. Və sonra Allah Subhanahu taala ayətində "Vasma'u", eşidin, Allah'a itaat edin, "Və enfiqu xeyran li enfusikum", infak edin. Allah yolunda infak edin. Bu sizin için daha hayırlıdır. Bəzən müsəlmanların belə bir ab-hava yaşayırlar. Deyir qardaş, 3 şeydə israf yoxdur. Nədə israf yoxdur deyirlər. Və Allah Resulü'nün hədislərində bəzən müsəlmanlar yanlış istifadə edirlər. Deyirlər ki, bir insan geniş ev alarsa, maşın alarsa, ətir alarsa, mən geniş evi xoşbəxtlikdəndir və s. və s. Qardaşlar, bunlar hamısı qədərinə görədir. Bunlar hamısı, yəni ətirdə israf yoxdur deyərkən get sən 10.000 dollarlıq ətir al ki, ətirdə israf yoxdur. Bu, yəni sən gedib 5 manat, 10 manat ətirə pul verirsən, bu israf sayılmır. Yəni ətirə xərclədiyin pul israf sayılmır. Amma sən gedib, belə deyim ki, marka takıntılı olaraq gedib, mənim ən bahalı əti alsan, ətiri alsan və yaxud da gedib ən bahalı, ən sonuncu model maşını al ki, mənim belə deyim ki, bunda israf yoxdur. Və yaxud da ki, sən get ev al ki, ən bahalı şəhərdən ev al ki, nədir? Bunda israf yoxdur. Bu doğru bir şey deyil. Toplumun nəzərində bütün avamın orta topluma görə davranmalısan. Orta, adam var saat alır ki, orada brilyant qaşı var. Telefon alır ki, telefonun içində nə bilim mən hansısa daş var və ya kaplaması gümüşdəndir və yaxud da ki altındandır. Bunlar istifadə etmək zaten olmaz. Bir Müslüman gümüşdən və altından, altın və gümüş kaplamalı istifadə edə bilməz. Altın kaplamalı olmaz. Yəni altınla və qızılla da belə deyək. Bunun üçün Allah Subhanahu taala deyir ki, siz verin. Vermək sizin üçün daha xeyirlidir. Amma kim ki vəmən yoqa, məmən kim ki yoqa şu nəfsihi, kim ki nəfsinin yəni belə deyim ki paxıllıqdan, cimrilikdən arındırarsa onlar istah olarlar. Demək ki bax Allah Subhanahu taala burada bizə çatdırmaq istəyir ki, infaq etməməyin əsl səbəbi insanın cimriliyidir. İnsanın nəfsini tərbiyə etməməsi. İnsanın nəfsindən nələr gəlir? İnsanın nəfsi deyir, nədir? Ona şu imkan. Şuh nədir? Deyir, o paxıllıqdır. Yəni, paxıllıqda nədir? Sənin malına ki, başqasının, belə deyim ki, nəyə görə başqası mənim malımı yesin, mən qazandığımı, mən nəyə görə bunu başqasına verim və yaxud da ki, mən ən yaxşısı bunu kimə verməliyəm? Evladıma və zövcəmə verməliyəm. Onlara, sadəcə onları düşünmək, bu cimri insanlardır. Öz ailəsini düşünən insanlar sadəcə cimridir. Öz evladının gələcəyini düşünən insanlar sadəcə cimridir. Bax, nə dedik? Düşün, amma sadəcə düşünmə. Yəni, sadəcə evladını düşünmə. Allah'ı da düşün, dinini də düşün, şəriətini də düşün. Və Allah Subhanahu taala, və deyək ki, sonra sələdən, sənin bu vermiş olduğun, bax ha, bizim əksimci olaraq, sən evladına xərcləyirsən, ayaq yoluna gedir. Amma Allah'a verdiyinə gəlincədir, in tuqridullaha qardan həsənən yudâifhu lekum. Əgər siz onu Allah'a, siz versəniz, onu Allah'a borc olaraq vermiş olarsınız.
Eğer Allah'a borç verirsinizse Allah onu size kat kat geri qaytarar. Ve sonra ne iner? Ve yagfir lekum, sizi bağışlayar. Allah şekürdür ve halim sahibidir. Yani sen Allah'a bak, biz ne sayırıq? Allah üçün də səmimi olaq. Yani 20 saniye səmimi olaq. Sonra yine öz modunuza girersiniz. Yine hemen o kimliğinizi takarsınız. Ki ben dediğimden 20 saniye. Yani biz bu günleri Allah için infak ettiğimizi anladığımız zaman ne anlayırıq? Boşa gelir. Allah ise deyir ki boşa getmir, onu mənə borç verirsən deyir. Allah senden borç istəyirsən, borç vermirsən. Yani sen bugün Allah subhanahu bu da demek istiyor ki sen evladıva sərf ettiğini, zövcəvə sərf ettiğini, özün için özüvə sərf ettiğin şeyler, onlar boşa gedecektir. Ama Allah için vermiş olsan, bunlar infak olarak sağlayacaktır. Ve bu sebepten de Allah subhanahu teala el-mal vel-benun zinetul hayatud dünya. Ve de ki dünya malı nedir? Allah subhanahu teala de dünya malı nedir? El-mal vel-benun, evlatlar ve uşaqlar zinet, dünya zinetidir. Bak zinet nedir kardeş? Saat. Saat bir zinettir. Yani bunun bir değeri yoktur. Yani bu sadece geçici bir şeydir. Bu sayesinde kazandırmayacak. Yani senin evladın da bir zinettir. Hiç kazandırmayacak. Senin zövcən de bir zinettir. Ama en güzel olan ne olar? Senin evladın salih olarsa. Dünyada kişiye en yaxşı hediye nedir? Salih bir zövcədir. Xeyrül meta, dünyanın en xeyirlidir hediyesi, eğlencesi, metası, yemeği, içmeyi, zineti kişiye verilen salihə bir zövcədir. Salihə zövcə, mən danışmayayım, ona göre ki yoktur. Yani karşımıza çıkmır, kişiler de yoktur. Kişilerin altını çizecek. Yani ne Fatimesi var, ne Ali'si var. Anlatabildim mi? Ama mesele budur ki, Ali yoktur, doğrudur. Ama hiç olmasa bugün bir Müslüman kadınların öz geleceğini çok fikirləşməsi lazımdır. Çok. Ki bir insanın zövcəsi ona qəzəblənərsə, haqlı veya haksız yere, Allah Resulü'nün dediği hadisə göre ki, kadın gelip öz zövcəsinin elinden tutarak ki, ey mənim dünyadaki olan zövcəm, yoldaşım, həyat yoldaşım, qəzəblənmək ilə, haqqı halal et ilə, sakinləş, onu sakinləşdirmeye çalış. Haklı veya haksız, çalışır ki o sakinləşsin. Onun rızasını kazansın. Ama bunu kişiler özlerine fürsət değerlendirirler. Ki cəhənnəmdə yanan kadınların, kişilerin sözleri var. Ona göre Allah deyir de sizin çoxunuz cəhənnəmdə yanacaksınız. Yok, bunu istifadə etmək etəcək. Bu zəifçilikdir. Elə demə, otur qavanıqlı xatırlat. Ama ilk önce özün yaşa. İlk önce özün olmalısan. İlk önce özün yaşamalısan. Özün mülayim davranmalısan. Yani Allah subhanahu ne deyir? Bak onlar seni fitneye soksa da, onlar seni Allah'a karşı, çünkü bazen ben məhkəmələrdə ve şikayetlərdə kulağıma gelir ki, şikayet edirlər. Allah subhanahu ne deyir? Onun ne de şikayet edir? Zövcən məni Allah yolundan alıp koyur. Bəs deyir, mesela Allah dedi ki, zövcən səni Allah yolundan alıp koysa, evladın səni Allah yolunda alıp koysa, onları affet. Onlarla güzel davran. Onları bağışla. Onlar için Allah'tan bağışlanma dile. Onları qənətlərinin altına al. Yani bağırma, çığırma, əllə qamçı alıp onları evin içində teyləmək, yani qapıya qədər teyləmək, bunlar çıxış yolu deyil. Buna göre Allah subhanahu deyir ki, onları affedin ve onları bağışlayın. Allah bağışlayandır ve rahmet edendir. Çünkü onların üzerinde idareci sensen. Qayyim olan sensen. Güç sahibi olan sensen. Yani kişi evde aslan olmamalıdır. Kişi emirlerinde aslan olmalıdır. Allah itaatinde aslan olmalıdır. Cesaretinde aslan olmalıdır. Ama evinde uşaqlarına, zövcəsinə karşı insan en zayıf bir məxluq olmalıdır. Eve girerken bir insan, sen dövüşte şücaətli komutan olabilirsen, ama eve girerken şücaətli bir komutan olarak eve girme. Bir qəhrəman olarak eve girme yani. Tabii ki bunun da karşılığını da bir Müslüman kadın da vermelidir. Eve girerken bir Müslüman kişi de ona saygı duymalıdır. Hoş gelmişsen, buyur, Allah'ın selamı üzerine olsun, geç otur. Geyimine, yemeğine, içmeğine dikkat eləməlidir. Yoksa kapıdan gelen kim yemeğine var, ben ne bileyim ne var, çor var, zəhər var, diyenler var. Ne bırakmışsansa o. Ne pişirmeliydim sana? Səhər gedib məni, səhər acladın, getdin. Sənə gələrkən neynəməliydim mən? Sultanların süfrəsini mi açmalıydım mən? Yo, bu kadına yaraşmır. Yo, bu olmaz.
Bu doğru bir şey değil yani. Ben keçən səfər dedim, mən bugünkü qadınların bütün kaprizlərini qəbulləmirəm. Mən qadınam. Heç ilgiləndirməz. Mən kişiyəm, heç ilgiləndirməz. Hər ikiniz şərəti tabi olmalısınız. Allah və Resulü qadına nə qədər haqq verirsə o qədərdir qadın. Kişiyə nə qədər haqq verirsə kişi o qədərdir. Mən qadınam, çox danışmalıyam, mən kişiyəm, döyməliyəm. Yox, şəriət bunu heç bir şey icazə vermir. Şəriət bir qadına döyməyi, söyməyi qadın haqq yolundan əxlaqsızlığa yol açarsa döyə bilər, söyə bilər. Əxlaqsızlığa yol açarsa. Haşa lillah. Yəni bu hiss edər ki, kişi qadın icazəsiz evdən çölə çıxır, qonşuya gedir, qohuma gedir, dosta gedir, tanışa gedir. Əxlaqsızlıq budur ha. Başqa şey başa düşmüyün. O zaman kişi onu yüngül cəzalandıra bilər. Bunun üçün qardaşlar, həqiqi olaraq bir müsəlman bu günləri, bu məsələləri vallahi inan anlayın. İnan bu öləcəksiniz. İnan çox peşman olacaqsınız. Mən bu hocanın dediklərini keşke anlasaydım. Ya keşke ben bunlara əməl etsəydim. Bəzən bir qadınlar öz ərinə görə cəhənnəmi seçir. Asili yeri, itaatsizliği yeri, söyür, bağırır, çığırır. Və bəzən bir kişi evlatlarına görə, zövcəsinə görə Allah'a qarşı gəlir, günahlara girir, haramlara girir, itaatsizliği yerir Allah'a. Kardeş, ne ihtiyaç var buna göre? Ne ihtiyaç var buna göre? Kişidir. Kişi evdə öz qəhrəmanlığını evdə ailəsinə, uşağına göstərməməlidir. Mərhəmətli olmalıdır, yumşaq davranmalıdır. Onları affetməlidir, onları qanadın altına almalıdır. Ara sıra bağıra bilər, ara sıra səsini də yüksəldə bilər, ara sıra ama bunu sonradan telafi etməlidir yani. Buna göre Allah Subhanahu deyir ki, yani siz Allah'a gözəl borç verin. Onun nəticəsində də ki, Süfyan Es-Sevri və sahibi Musayyib dediği kimi öz evlatlarına bizim Allah yolunda verilmiş olduğumuz biz öləndən sonra sizin varislərinizlə siz salih olarsınızsa bizə yazılacaqdır yani. Çünkü sen yaxşı əməl edəcəksən, mən qəbrimdə yazılacaq mənə. Nəyə görə? Çünki deyir, insan öləndən sonra ona 3 şey var. Sadaqa cariyə, onun bir dənəsi də arxaya salih evlat bırakmaq. Biz onun birinə dedik, bizim üçün salih evlat kim olması lazım? 2 mərtəbələri evi olsun, yaxşı maşını olsun, işi olsun, gücü olsun. Deyəndə desinlər ki, ay maşallah, maşallah filan kəs ölərkən evlatlarına ev bıraktı, eşik bıraktı, maşın bıraktı, tarla bıraktı. Yox, bununla niye övünürsün? Sen neyle övünün? Maşallah, salih evlatlar bıraktı. Allah onların evlatlarını için maşallah. Atalarını çok güzel yad ettiler. Ataların dostlarını yad ettiler. Anaların dostlarını yad ettiler. Salih əməllər edirlər. İbadətdə həcə gedirsən atava yazılır. Ümrəyə gedirsən atava yazılır. Anava yazılır. İnfaq edirsən anava yazılır. Malın zəkatını verirsən anava atava yazılır. Niye bunu fikirləşmirsən ha? Niye? Hem o yetim kurtulsun hem de sana yazılsın da. Niye bədbaxt edirsiniz evlatlarınızı? Niye? Niye evlatlarınızı oxu get cərrah, bizdə cərrah olan deyil. Ay başını bırakma onu. Ay cərrah mərrah olan deyil bunlar. Ay bu cərrah olacaq, ay bu nə bilim mən nə olacaq, mənim oğlum IT olacaq, UIT olacaq, ay qardaş olacaqsa olacaqsa birinci müsəlman olsun, sonra nə olursa olsun. Birinci Allah'a ibadət eləyən tevhid əhli bir evlad olsun qardaş. Kasıb olsun, fəhlə olsun, gedib bazarda katrika soğan satsın, amma müsəlman olsun, müsəlmanca ölsün, müsəlmanca yaşasın, tevhid üzərine yaşasın. Vallahi billahi də zənginlik Allah'ın elindedir. Allah o zenginliği istediğine verir, istediğinden alır. Sen ne kadar çalışsan da vallahi billahi Allah onu dilediği kadarını sana verecektir. Yani senin dilediğin kadarını vermeyecektir. Buna göre Allah sonunda güzel bir ayet söyleyerek diyor ki, yani bütün bu meseleleri ben de sizi tanıyorum. Ben de tanıyorum ve size tanıyorum ki alimul gaybu ve şehade. Alimul gayb. Bilir ve ona şahitlik edecek diyor. Kıyamet günde özü Allah şahidi. Qox ki o məhkəmədən onun hakimi de şahidi de Allah Subhanahu taala'dır. Öz gələcəkdir Allah Subhanahu. Hakim olarak öz gələcək. Öz insanlar orada da alada bilmeyeceksin. Orada daha dilin, lisanın daha bu kadar olsa da fayda vermeyecek. Yok, ağlama, sızlama, gizlin, ne bileyim ben hiç kimi şahit olmadığı meseleleri dəlil getirerek öne çıkma. Yok, hiçbirisi faydası olmayacaktır. Ben bir tane alimi güzel bir şeyini de zikir edeceğim.
Və Allah Subhanahu taala burada deyir ki, Allah azizdir, həkimdir, güc sahibidir, izzətlidir, şərəflidir və amma buna rağmen deyir, mən sizi affedirəm edirəm, mən sizi bağışlayıram, bu qədər mənə asi olursunuz, bu qədər qarşı gəlirsiniz, bu qədər günahlar işləyirsiniz, gizlində mənim əmirlərimə qarşı gəlirsiniz, amma mən sizə qarşı sizin kimi davranırammı? Mal da mənim, mülk də mənim mülkümdə istədiyiniz kimi yaşayırsınız, amma mənim üçün yaşamırsınız. Amma mən yenə sizi affedirəm, yenə sizi bağışlayıram, yenə sizə yollar göstərirəm, yenə sizə Peyğəmbər göndərirəm, yenə sizə Rasullar, yenə sizə dəvətçilər göndərirəm. Mənim ayətlərimi sizə anlatacaq Peyğəmbərlər, Rasullar, dəvətçilər göndərirəm ki, sizi bağışlayayım, mən sizi bağışlamaq üçün bütün yollara Allah bizim qabağımıza kolaylıqla sərgilir ki, bəlkə biz aff olunaq, bəlkə biz bağışlanaq. Sən, mən bugün əlimizin altında olan insanlara bunu eləyirikmi? Yox, bizim əlimizdə olan, əlimizin altında olan insanlara qarşı biz bunu nə eləmirik, qardaşlar? Biz bunu